Kvadratla elə bil kök gedir burada elə. Qalır modul 3 çıx A, çıxaq A çıx 3. A 3-dən böyük olduğu üçün açılışda elə bil yerlər dəyişir. Bunlar getdi, nə qaldı? -6. Oldu. Problem olanda deyərsiniz, yəni burada elə çətin bir şey yoxdur. Asandır, eybi, bir dənəsini deyəcəm ərəsindən. 15-in kvadratı onsuz da 225 edir, yəni 15 çıxır. Ya da ki, elə bunları aparsan qalır 15. Bununla bunu aparsan nə çıxır? 10 çıxır. Modul -10 olur. Moduldan da müsbət 10 çıxır. Kvadrat kök aparır, çıxar 7 olur. Kvadrat kök aparır, modul -12 çıxır, oradan da 12. 15, 10, 25. 25-dən 7 çıxanda 18, 12 çıxanda 6 qalır. Hesablama tərəfdə kömək edin, biabır olmayaq. Bu neçə illərin sualıdır, bax bu. Bunu ayrı-ayrı vursaq, yəni bax elə bil ki, 7/5 vur, 1/3-ü, 7/5 böl, 1/3-ə vurursan buna. Çıxaq, 7/5 vur, 1/3-ü, 1/3 böl, 7/5-ə vurursan. Bu oldu belə. Bundan bu gedir, bundan da bu gedir. Heç nə. 2 dənədirsə biri çıxır da. Hə? 7/5 buradan çıxır. 2-dən 1/3 var deyə, 1/3 isə buradan çıxır. Qalır 6/2. Düzə. Problem yoxdur. Burada bunun qoşmasına vururuq. Aha. Yuxarı olur 3 vur, kök altı 5 plus kökdə 2. Aşağıda. Bunu buna vuranda birincinin kvadratı 5, çıx ikincinin kvadratı 2. Getdi bunlar. Kökdə 5 plus kökdə 2 alınır. Yəqin burada problem olmaz. Bax, bunlar qəşəng sual. Əslində bunlar ikinci bölmədə idi əvvəllər deyəsən, indi birinci bölməyə düşüb. Ya mənim elə yadımda qalıb. Burada P üstü 4-dən elə bil dərəcə 2-dir deyə, elə bil 4-ü 2-yə bölürsən, P üstü 2 çıxır. Düzü? Burada kvadrat kökü aparanda nə çıxır? Modulda P. P yazırsan, amma modulla yazırsan ki, sonra dəyişə bilərsən işarəni. P kvadratı modul P-dən bayaq dediyimiz kimi 0-dan balacadsa -P çıxır. Yenə deyirəm, burada əslində moduldan mənfi çıxmır. Sadəcə P-nin özü mənfidir deyə qabağına mənfi atırıq ki, müsbət olsun. Bəli. Buradan P-ni çıxartın. Nar getdi. Aydındır. Belə qəşəng suallardır. 20 yerinə yazaq. Kökdə 400 yazaq. Nə olacaq? Belə yazaq. Daha rahat bölərik də. Mən niyə elə elədim ki, ümumiyyətlə? Bir dəqiqə, özür istəyirəm. Hamısını eyniləşdirək. Hamısı 80-ə bölünmür. Hə? Elə buranı şeydir, kökdə 4-ə vur. Hamısı kökdə 5-ə bölünür. Sağ ol. Kökdə 16-ya vur. Bax, indi. Kökdə 4-ə vuranda yuxarı oldu. 2 vur 20. Nə qədər? 40. 16. Kökdə 16-nı da 1-ə vuranda 16-dan 4 çıxır. Bu oldu belə. Aşağı doğru kökdə 80. Burada 20 böl kökdə 80 olur. 20 də kökdə 400 olduğu üçün kökdə 400-ü böləndə kökdə 80-ə kökdə 5 qalır mı? Belə. Problem yoxdur. Baxaq bura. X-i Y-lə ifadə edin.
Onun yerinə kökdə 100 yazsaq, kökdə 100-ü 7-yə vuranda kök altı 700 olurmu? Bu da 0.7 vur, kök altı 100. Belə bir şey olur. Yoxsa olmur? Olmur deyəsən. 7, 70, bir də 1000 olmalı bura, hə? Düz oldu indi. 100-ün yerinə də indi sən bunu 100 vur 10 kimi qəbul edəsən. 100-dən 10 çıxacaq, kökdə 10 da qalacaq öz yerində. Yəni buradan 10 çıxdı, buradan çıxa bilmədi. Bunun da yerinə nə yazırıq? Y. Oldu? Belə. 1000 elə bil, 10 kökdə 10 yazdıq. 0.7-nin də yerinə Y yazdıq. Çıxdı, getdi. Oldu, qəşəng. Keçək 14-ə. Bunları ayrı-ayrı məxrəclərdə yaza bilərəm də belə. Hə. Kökdə 5, kökdə 20 ilə gedəndə qalır 4-də 1, ixtisar gedəndə. 4-də 1-dən çıxır 2-də 1. Kökdə 20-ni kökdə 20-yə 1, kökdə 5, kökdə 5-ə 1, kökdə 20-ni kökdə 5-ə kökdə 4, oradan da 2 çıxır. 1, 1, 2 ilə getdi, qaldı 2-də 1. Oldu? Hə, burada problem yoxdur. Hə. Kvadratla kök gedir, qalır modul A çıxıb B. 16A kvadratından da elə bil 4A çıxır. İndi bir dəqiqə bir məsələ var. A sıfırdan balacadır deyə 4A yox, mənfi 4A çıxır. Normalda buradan 4A modul çıxmalıdır, düzmü? Amma A sıfırdan balaca deyə mənfi 4A çıxır. Bir dənə söz də deyim. A, B-dən balaca deyə yerlər dəyişir. B çıxar, çıxar 4A oldu. B çıx, 5A. Aydındır. Hə, bax. Elə aşağının qoşmasına vursaq, məncə düzələcək. Yəni, bax, aşağını vuraq. 4 plus kök 15-ə vuraq, ümumiyyətlə, yuxarında, aşağında. Aşağını vuranda, bunu buna vuranda, elə bil 1 qalır da. Çünki kök 4-ün kvadratı 16 çıx, kök 15-in kvadratı 15. O 1 eləyir aşağı. Yuxarıda da mötərizə kvadratı olur da, düzdür? Çünki özünə vurduq. Kvadratı buna aparacaq. Düzdür? Hə. 4 plus kök 15-dən də kök 15 çıxanda 4 qalır. Aydındır. Problem olanda soruşun. Belə. Bu müxtəsər olmadı, bu qalsın. Asandır. Bu B kökün altda girəndə B kvadrat kimi girir. 6 böl B'dir. Düzdürmü? B ilə gedir, qarı 6B. D bənd. Bu asandır. Düzdür? Burada 64-dən 8 çıxır. B kvadratından da B çıxır. Bunun modulda yazaq. Amma kökdə A-dan heç nə çıxmır. İndi B sıfırdan balaca deyə olur -8B kökdə A. Oldu? Belə. İfadənin nə zaman mənası var? Nə zaman mənası olurdu? Təyin oblasında keçmir. Böyük olanda, hə. Sıfırdan böyük bərabər olanda həmişə cavab düz gəlir. 10 2-dən böyük.
D bənd. Aydındır. Rahat öskür bala. Narahat. Hə. Köydə 2 çıx 1. Elə bil 1 tam onda neçədən 1 çıxırsan. 0 nöqtə neçə. Bir də köydə 5 2 tam onda neçədir. Üstə 1 gələndə 3 onda neçə. Neçə tam ədəd var? 1, 2, 3 var da. Yəni 3 dənə ədəd var. Bildiniz? Belə. Bunlar nə qədər savablı bu sualda? Asandır. Buradan 3 çıxır. Bu olur 16. 4 çıxır. Bu olur 25-dən 5 çıxır. 4-ün üstə 5, 9 eləyir. Köydə 9-dan da 3 çıxır. Aydın da. Hə. Köydə 75 cəbət idi. Köydə 3-ü çıxardıq bayra. Köydə 3-ü çıxarsan, köydə 25 qalır. 36 qalır. Bir də 16 qalır. 25-in başı yox açıq. Hə. Bu 5. Bu 6, bu da açıq 4. Nə qədər oldu? 7, 7 köydə 3 oldu. Belə. 32, 33 hamısı eyni şeylərdir. Gəlin 34-ə baxaq. Köydə 13 ədədinin kəsir hissəsi ilə köydə 13 plus 3 ədədinin hasilini tapın. Köydə 13-ün kəsir hissəsi odur ki, köydə 13 çıx 3. Niyə? Ədədin tam hissəsi, köydə 13-ün tam hissəsi 3-dür. Ədədin özündən də tam çıxanda yerdə qalır kəsir hissə. Bunda özü qəsdən verib ki, rahat hesablayaq. Birincinin kvadratı 13, ikincinin kvadratı 9. 4. Oldu. Buranı köydə 7 plus köydə 5-ə, buranı da köydə 7 minus köydə 5-ə vururuq. Gəl baxaq. Köydə 7 minus 5-i köydə 7 plus 5-ə vuranda aşağı qalır 2. Çünki plus minus olanda birincinin kvadratı 7, çıx ikincinin kvadratı 5, cavab 2 alınır. Bu oldu bizim məxrəcimiz. İndi yuxarı baxaq. Köydə 7-ni köydə 7-yə vursan kök gedir. Köydə 5 köydə 7-yə vuranda köydə 35. Mənfi köydə 5-i köydə 7-yə mənfi köydə 35. Bir də mənfi köydə 5, mənfi köydə 5-ə vuranda müsbət 5. Orada mənfi dediyim şey buradakıdır. Yəni bu mənfi köydə 5-i yuxarıya vurdum. Bildiniz? Bu getdi. Qaldı 12. 12-ni də 2-yə böləndə cavab 6 alınır. Buna yazıq yazın. 2 köydə 3 plus 3. Həmişə qoşmasına vururuq. Yuxarı olur. 3 vurulsun. 2 köydə 3 plus 3. Plusu minusa vuranda birincinin kvadratı vur. Yox, çıxar ikincinin kvadratı. 2 köydə 3-ün kvadratı 4 vur 3. 12, çıx ikincinin kvadratı 9. Bu 3 eləyir. Cavab 2 köydə 3 plus 3 qalır. Bu. Həmişə çox vaxt gedir onlar. Ay dədə vay, nə boy dədə. Çarpaz vuracaq. Kök altda 5 plus köydə 7-yə vuracaq. Kök altda 5 çıxar, köydə 7-yə vuracaq. Deməli, birincinin kvadratı 5. Üstə gəl, bunun buna asın ki, misli 2 köydə 35. Üstə gəl, ikincinin kvadratı 7. Birincinin kvadratı 5.
Bunun buna hasilinin kimisli 2 kök 35, bir də ikincinin kvadratı 7. Yəni onsuz bunu buna vuranın müxtəsər rumu olur da, mütərizə kvadratı olur. Mən də o qayda ilə yazdım. Aşağıda da plusu minusa vuranda birincinin kvadratı 5, çıx ikincinin kvadratı 7 alınır. Bu gedir, elə bil. 24 qalır yuxarıda. 24 də mənfi 2-yə böləndə mənfi 12 alınır. Aydındır. Belə. Yuxarıdan kökdə 2-ni çıxarsaq çölə, kökdə 4 üstə gəl 3 qalır. Aşağıda 2 kökdə 2. Bu getdi. Kökdə 4-dən 2 çıxır. 2-nin üstü 3, 5, 5-i 2-yə 2.5. Asan da. Kvadrat kök aparır, qalır. Modul kök altta 5 çıx 9. Hansı böyükdür? Təbii ki 9 daha böyükdür, ona görə yer dəyişir. Biz 9-dan təqribən 2,5 neçə çıxanda 6 neçə qalır? 6 ilə 7 arası bir ədəd alınır. Düzü? Kvadratla kök gedir, qalır modul A çıx B. Bir də ki, oradan da 5A çıxır. A B-dən balacadır deyə yerlər dəyişir. B çıxa olur. Bir də A mənfi olduğu üçün bura mənfi 5A olur. Oldu B çıx 6A. Oldu. Belə. Problem yox idi. Sizlərdən sonra soruşuram. Böyük ihtimal ki, burada bunun kvadratı bunun qoşmasını verir. Mən belə düşünürəm. Yəni, belə deyək. Kökdə 3 plus kökdə 2-nin kvadratı üstü 11. Belə bir şey olacaq yəqin ki. Kökdə 3-ün kvadratı 3, kökdə 2-nin kvadratı 2. Toplayanda nə oldu? 5. Bir də bunun buna hasilinin kimisli 2 kökdə 6. Yəni kökdə 24 deməkdir. Kökdə 24 üstə gəlib 5 üstü 11 olur onda. Hə. Kökdə 24 çıxaq 5 üstü 11 vur. Kökdə 24 üstə 5 üstü 11. Birincinin kvadratı 24 çıx ikincinin kvadratı 25. Üstü 11 isə mənfi 1 edir. Oldu? Hə? Bunu yazmaq istəmirəm. 49 ilə. Yəni 40 ilə bu eynidir. Sadəcə olaraq belə deyək də indi burada kök 6 var da. Buranı bir dənə vuracaqsan qoşmasına kökdə 7 plus kökdə 6-ya. Düzdürmü? Bu aşağı onsa 1 eləyəcək vuranda. Yuxarıda mötərizə kvadratı olacaq deyə kökdən çıxacaq. Bildiniz? Onu evdə özünüz yoxlayarsınız. 50-yə baxaq. Hə, bax buram. Bu elə bil 2 kökdə 3-dür. Bu da 3 kökdə 3-dür. Toplayanda nə olur? 5 kökdə 3 çıx 5 kökdə 2. Bura. Burada bu 16 vur 3-dür. Yəni 4 kökdə 3-dür. Üstə kökdə 3 gələndə 5 kökdə 3 alınır. Bura qədər problem yoxdur. İndi bunları düz qoş eləyəcək. İndi buradan 5-i çıxardaq mı, yoxsa? Hə, çıxardaq 5-i. Nə, sualım var mənim?
Hə. 5 çıxartdıq, köhdə 3 çıx, köhdə 2. Buradan 5 çıxartdıq. Köhdə 3 plus köhdə 2 üstü 1. Belə. Buranı vuracaqsan, köhdə 3 üstə gəl, köhdə 2-yə. Buranı da köhdə 3 çıxar, köhdə 2-yə vuracaqsan. Demək, aşağılar nə olur? İkisində də 5 var, bu heç. Yəni, burada da var. Hə, köhdə 3 çıx, köhdə 2-ni, köhdə 3 plus köhdə 2-yə vuranda elə bir birincinin kvadratı çıx, ikincinin kvadratı alınır. Bu belə. Yuxarıda da köhdə 3 plus köhdə 2 çıxılsın bu ifadə, yəni işarə dəyişəcək. Belə bir şey qalır. Davamına baxaq, görə bizə nə gətirir bu. Buna gedir, yuxarıda qalır 2 dənə köhdə 2 böl 5. 4, 5 köhdə 2. Belə bir şey olur. Buranın köhdə 2-yə vuracaqsan. Yuxarı 4, aşağı 5 köhdə 2 alınır. Cavab 0 qalır. Oldu. Bəli. Bir şeyimiz qalmadı, qoy bunları da yazaq. Hə. 0.9-un yerinə 9 bölü 10, 25 bölü 10, 144 bölü 10 yazırıq. Köhdə 10 aşağıda. 9-dan 3 çıxır, 25-dən 5 çıxır, buradan da 12 çıxır. Nə qədər oldu? 20 böl köhdə 10. Köhdə 10-a vuranda yuxarını aşağını 20 köhdə 10 böl 10 çaşdım. Bundan bu gedir, qalır belə. Problem yoxdur. Burada qoşmasına vursaq işlər düzəlir deyəsən. Hə, buranı misal üçün vurduq. 2 plus köhdə 5-ə. Gəl baxaq. A bərabər köhdə 5 üstə gəl. Plusu minusa vuranda aşağı olur. Birincinin kvadratı 4, çıx ikincinin kvadratı 5. Yuxarıda olur 2 plus köhdə 5, hə? Köhdə 5. Buradan mənfi çıxır qabağa. Belə bir şey alınır. Bu mənfi 1 elədir. Mənfi 1-ə böldüyüm üçün işarələr dəyişdi. Hansıların qiyməti rasionaldır? Bu rasionaldır. İrrasional deyil. Buranı da vuraq yenə. Aşağıya vuranda aşağı neynir? 4 çıx 3. Yəni birincinin kvadratı çıx, ikincinin kvadratı 1 qardı onsa, hə? Yuxarıda da 2 plus köhdə 3. İndi mənfi neynir? İşarələri dəyişir. Bu da oldu rasional. Qaldı bir dənə C bəndi. Buranı köhdə 10 çıx 3 yazmalısın. Köhdə 10 üstə gəlinsin. Köhdə 10 çıx 3. Bu da elə. Çünki plusu minusa vuranda aşağıda yenə 1 qalır. Köhdə 10-un kvadratı 10, 3-ün kvadratı 9. 1 qalır. Bu da heç də getmir. 2 köhdə 10 çıx 3 alınır. Bu irrasionaldır. Oldu. Yalnız C bəndi, Y bəndi. Oldu. Bunlar fərqli sualda 56 baxmamışam heç. Bəzi sualları təzə görürəm burada. Misal üçün bunu. İlk dəfə görürəm. Hə, burada neyniyək yenə? Əslində elə qoşmasına vursan, oradan alınır. Alınır yuxarı 2 vurulsun. Köhdə 13 plus köhdə 12. Bir də
aşağıda nə edir? Plusu minusa vuranda kökdə 13-ün kvadratı 13, kökdə 12-nin kvadratı 12, çıxanda 1 qalır. Yəni bu ifadə belədir. Bu getdi bura. Gələk bu yana. Buranı 2-yə vursaq, kökdə 13, üstə gəl. 2 kökdə 3 nədir? 2 kökdə 3 olur kökdə 12. Böl 4. Bununla bunun arasında görürsünüz 8 dəfə fərq var. Hə. Bu bunun 8 qatıdır. Düzü? Ona görə də A-mız olur 8 B-yə bərabər. Oldu? Yenə deyirəm, buranı 8-ə vursam, görsən, aşağıdakı alınır. Hə, eyni ifadə alınır. Belə. Həll edəcək. Deməli, 2 üstü 6-nı çıxardaq. Nə qalır orada? 1 qalır burada. İki üstü 6, 64'dür. Bu da 16 üstə gəl 1. 17 çıx 3 böl 31. Bunu birbaşa hesablasaq bəlkə daha rahat idi. 2 üstü 5 çıx 1 kimi göstərmək olar. Sadəcə burada nə işimizə yarayır? Heç bir işimizə yaramır. Bunu elə hesablayaq da. Bir dənə vurun onu. Bir dənə vur, tez boza. 3 çıxdan. Hə. 1088-dən 3 çıxaq. Alınır. 1085 böl 31. 35 falan alınır bu. Yəqin ki, kökdə 35 çıxacaq. Siz yenə də hər ehtimala bir dənə yoxlayarsınız orada. 35 hərfisi qutarı getdi. Belə bir ifadə. Onu necə təxmin eləmək olur? Onsa bilirsən ki, 31-i 30 neçəyə vurmalısan ki, 1000 civarı bir şey alınsın. O da axırı 5 ilə qutarsa, kökdə 35 ola bilər. Başqa bir ədəd olmaz. Belə başqa necə yaza bilərik? Lazım deyil, neyinirsiniz? Başım bırax. Düzdür. Mən orada, misal üçün, çıxaq 3, çıxaq 1 formasında yazardım. Sadəcə onda da işimiz qısalmır məncə. Olar elə bir şey. 210 çıx 1, 206 çıx 1, bir dənə də çıxaq 1. Belə bir şey olar. 210 yazaram, 205 çıx 1, 205 plus 1, bu da 206 çıx 1, yoxsa səhv yazdım. 203 çıx 1, 203 plus 1. Buna nəsə alma ehtimalımız var. 205, hə? Nəysə, 205, 32, 31, 33, 203 nə qədərdir? 8-dən 1 çıxın, 7 bir yavru oldum. Burada 9 çıxar 1. Belə bir şey alınır, hə? Ha, heç nə. Ha, başımı bıraxmışlar, vacib deyil. 59'a baxırıq. 4 gedir kökün altda, 4'ün kvadrat kimi. 16 vur 3, 48. Tam hissəsi olur 6. Çünki kökdə 49'a çatmayıb. Belə. 61'ə baxaq. Kvadrat kök aparır modul x çıx 9. Kvadrat kök aparır x plus 5. Burada 5 ilə 9 arası tutaq ki 7 deyək də.
7-dən 9 çıxanda mənfi qalır deyə yer dəyişir. Toplamada yer dəyişmə ehtiyac yoxdur. 14 qalır. Aydındır. Hə, bir dənə qalır. Burada deyir ki, AB və BA iki rəqəmli ədədləri üçün AB üstəgəl BA ədədi rasional ədəd olarsa, AB ədədi neçə fərqli qiymət ala bilər? İndi belə deyək. Bu onluğa təhrik B-dir. Bu da onluq B təhrik A-dır. Toplayanda onsuz da 11A plus 11B çıxır buradan. Düzdür? Kök altda 11 vur, A plus B yaza bilərəm onda bunu. Belə. Ədəd rasional olması üçün A plus B gərək 11 ola. Çünki 11-i 11-ə vursan kökdən çıxa bilər. Başqa bir nəyəsə vursan çıxmayacaq. Düzdür? A plus B mütləq 11 olmalıdır. Başqa hal mümkün deyil. Hə. İndi belə deyək. AB neçə fərqli qiymət ala bilər? Gəl birinci başlayaq şeydən. 2, 9, 29, 92, 38, 83, 47, 74, 56, 65. Belə bir şey. Ədədi rasional ədədi olarsa, AB ədədi neçə fərqli qiymət ala bilər? Biz 8 dənə aldıq. Dəqiq budur. Bəli, buyur. A plus B 11 olmasa kökdən çıxmır. Rasional olmur. 11 vur 11-dən ancaq kökdən çıxa bilər. Düzdür, 11 vur 44 da olsa kökdən çıxır, amma A plus B-nin 44 olma ehtimalı yoxdur axı. A ilə B rəqəmdir. 2 dənə rəqəm toplayıb 44 alanmazsan, ancaq 11 ala bilərsən maksimum. Oldu? Belə.